İstanbul'umuzun seçilmiş belediye başkanına Ekrem İmamoğlu'na yapılmaya çalışılan darbe girişimini, 19 Mart başarısız darbe girişimini onun arkasında durarak, İstanbul'un iradesinin arkasında durarak geriye püskürten genç kardeşlerim, her yaştan gençler, kadınlar, emekçiler, emekliler, hepinizi saygıyla selamlıyorum. İyi ki buradasınız. Sağlık görevlisi hemen. Değerli İstanbullular, bugün direnişin 5. gününde milli iradenin ve İstanbul'un kalbinde yine Saraçhane'deyiz. İlk gün 100 binlerdik, artarak 500 bin, 550 bin olduk. Siyasi hayatımda ilk kez 2 gece üst üste aynı yerde ama hiç uyumadan konuşma yapmak gibi bir deneyimi ilk kez sizinle paylaşıyorum. Dünden bugüne yatmadık, ayaktayız, meydandayız, Ekrem Başkanımızın arkasındayız. Siz burada bir tarih yazıyorsunuz. 19 Mart 2025, 20 Mart, 21 Mart, 22 Mart, 23 Mart, 5 gece üst üste yarım milyon kişi, 1 milyon kişiyi zorlayan rakamlarla bir meydanda toplanmak, hem de toplantı yasağına rağmen, engellemelere rağmen, toplu ulaşımın, köprülerin kapanmasına rağmen inançla, kararlılıkla, azimle bu tek adam rejimine isyanla buralara geliyorsunuz. İyi ki varsınız. İyi ki varsınız. Bugün aslında hüznün günü, bugün kederin günü, bugün bir ayrılığın ilk günü gibi görülebilir. Ekrem Başkanımızı, can yoldaşımızı, Ekrem abimizi, Ekrem evladımızı, Ekrem kardeşimizi bizden alıp kopardılar. İsyandayız, isyandayız, isyandayız. İsyandayız. Ancak bu meydanda hüzün yok, inanç var, keder yok, umut var. Çünkü bu umudu yükselten bu meydan, bu binler, bu 100 binler, bu milyonlar, biz Ekrem Başkan'la birlikte Türkiye'nin yarınları için sadece ve sadece sizlere güveniyoruz. Sizlere güveniyoruz. Şimdi birazdan 19 Mart başarısız darbe girişimi bizim irademizi değil ama adayımızı, Cumhurbaşkanı adayımızı hapsetti. Buna karşı bizim bugün 23 Mart devrimiyle, 23 Mart demokrasi devriminde ne yaptığımızı, bizim değil, sizin, milyonların, 81 ilin, 973 ilçenin ne yaptığının sonuçlarını ilan edeceğim. Ancak önce dikkatle dinleyin,
dikkatle dinlesinler. Bir uyarım var, dikkatle dinlesinler. Şu anda televizyonları başında olup kumandası elinde olan tüm izleyicilere, gönlü burada, kulağı burada, kalbi Ekrem Başkan'la çarpan herkese sesleniyorum. Kanalları tek tek gezin. Böyle bir günde dünya tarihine geçecek bir ön seçim ve dayanışma oylamasında birazdan açıklanacak rakamlar konuşulurken dünyanın en önemli metropollerinden birinde İstanbul'da bir meydanda 1 milyona yakın insan toplanmışken bu yayını vermeyen kim varsa, hangi televizyon varsa onları kayda alıyoruz. Yandaş medya nereden beslendiği belli. Nereden beslendiği belli. Ancak merkez medya reklamlarının %70'i bizim seçmenimize, bu meydanlara yönelik olan merkez medya ürününü biz alacağız. Vergisini o alacak. Parayı bizden kazanacaksın. Reklamı bize izlettireceksin. Ürünü bize satacaksın. Ama saraya hizmet edeceksin. Yok öyle yağma. Yok öyle yağma. Şimdi bu geceden itibaren ve yarından tezi yok. Parayı buradan kazanan, seyirciyi burada bulan, reytingi buradan yapan, saraya hizmet edenleri bu geceden itibaren tespit edip bunların öyle televizyonunu izlemeyin falan değil. Bunlar ne iş yapıyorsa, araba mı satıyor, o arabayı alan namerttir. Bu da güzel bir boykot usulüdür. Tip bayrağının oraya bir sağlık görevlisi tarif ediyor musunuz? Ne yap? Həqiqətən də valeh olmaq olmur Türkiyə xalqının bu mübarizəsinə. Bilirsiniz, burada deyilənlər bəziləri bizim dediklərimizin həm də sanki exosudur, rezonansıdır. Biz də sizə müxtəlif vaxtlarda deyirdik ki, müxtəlif üsullarla seçkiyə getmək olar. Yetər ki, toparlan. Baxın, məqsəd İmamoğlu'nu həbsdə saxlamaqdır. Bugün artıq iqtisadi boykotdan danışırlar. Bugün yer dəyişmədən danışırlar. Başqa bir nümayəndənin İmamoğlu'nun yerinə seçkiyə getməsindən danışırlar. Əgər buraxılmazsa o vaxtadək İmamoğlu həbsxanadan. Yəni demokratiyada doğrudan da çarəsizlik yox. Mütləq sən bir çıxış yolu tapırsan və bu qədər yüz minlərlə adam siz bu izdihamı görürsünüz. Bu vətəndaşları, bu xalqı görür bugün qarşısında Erdoğan. Mən əminəm ki, bu günlər yenə də çıxıb əzələ göstərəcək, yumruq göstərəcək ki, yol vermərik, nə bilim, nə etmərik. Bütün bu izdiham, bu miting, bu aksiya dostlar, bu etirazlar qadağa şəraitində keçir. 5 gündür ki, Türkiyədə hər hansı etirazlar qadağan olunub. Bəli, biz ara sıra toqquşma görüntülərini görürük. Necə vətəndaşların üstünə biber qazından istifadə edirlər, su şırnağını onları tuturlar, döyürlər. Bu görüntülər də var. Yüzlərlə adam həbsxanadadır. Dünənki rəqəm 350'ye yaxın idi. Mən bugünkü rəqəmi bilmirəm. Amma görürsünüz ki, bütün bunlar xalqın iradəsini durdura bilmir. Biz 100 minlərin meydanı doldurduğunu görməkdə. Bu həmin o meydandır ki, orada İmamoğlu çalışırdı. Bugün isə onu bugün məhkəmə də qərarını çıxartdı və həbs işi kəsdilər. Görün necə asandır bu boyda böyük bir şəxsi bir neçə günün içərisində torbasını tekib həbsxanaya atmaq. Yəni eynisini bütün avtoritarlar edirlər.
Demək ki, Erdoğan fərqindədir ki, əgər İmamoğlu bu dəfə də seçkidə onun qarşısında olursa, ya onun məğlubiyyətə onun üzərinə qələbə qazana bilməyəcək, ya da rahatlıqla qələbə qazana bilməyəcək. Yəni ikisindən biridir. Əks təqdirdə sənin qorxun nədən olmalıdır ki? Və baxın, artıq bugündən 2028-ə hazırlaşırlar. Doğrudur, bugün CHP bildirdi ki, biz erkən seçki tələb edəcəyik, çünki 15 milyon adam şərlənərək həbsə atılmış İmamoğluya səs verib, ona görə də ölkədə erkən seçki keçirilməlidir. Faktiki olaraq Türkiyədə qalan demokratiyanın ən son damlası seçki də bu cür ələ alınmaqdadır. Görək indi yaxın günlərdə Erdoğanın çıxış yolu nə olacaq? Ya sən bu kütləni dağıtmalısan ki, buna artıq cəhdlərdə olub, axıradək repressiyanı etməlisən, ya da geriyə addımlar atmalısan. Amma İmamoğlunu həbsə atıb üstündən su içə bilməyəcəksən. Bu xalq imkan verməyəcək və dediyim kimi bugün Türkiyədəki milyonluq etirazı bütün dünya kanallarında siz görə bilərsiniz. Hamının gözü bugün Türkiyədədir. Bəli, biz etiraf etməliyik ki, doğrudan da Erdoğan bu vaxtı, taymingi çox zərgər dəqiqliyi ilə seçib. Elə bir vaxtı seçib ki, o özünün tənqidə yaxud hədəfə çevrilməsinin minimuma endirib. Əslində bugün Türkiyədə baş verənlərə beynəlxalq reaksiya daha sərt, daha qəti olmalıdır. Amma kim verəcəkdir bu sərt reaksiyanı? Rusiya mı, Çin mi? Yəni buna yalnız normal hesab edirlər. Onların vecinə deyildir. ABŞ mı verəcək? ABŞ prezidentinin də bu vecinə deyil. ABŞ prezidenti çoxdan bildirib ki, insan haqları, demokratiya, qanun və s. adam əsla bunlara vacib hesab etmir. Və geri gəlmişkən İmamoğlunun hələ həbs qərarı çıxmamışdı, artıq tutulub saxlanmasına mən sizə göstərdim ABŞ Dövlət Departamentinin reaksiyası necə oldu. Biz istəyirik ki, Türkiyədə hadisələrdə insan haqlarına hörmət olunsun, amma biz Türkiyənin daxili işinə qarışmayacağıq. Və geri gəlmişkən həmin bəyanatdan bir neçə gün əvvəl Trumpla Erdoğan arasında telefon söhbəti olub. Və mən belə başa düşürəm ki, bu telefon söhbətində hətta Türkiyə qarşı sanksiyaların yüngülləşdirilməsi də müzakirə olunur. Bilirsiniz ki, Türkiyə Rusiyadan S-400 raketlərini alandan sonra Türkiyə sanksiya tətbiq olunmuşdu və o F-35 almaq proqramında iştiraki dondurulmuşdu. Bugün o məsələ yenidən gündəmə gəlib, ola bilsin ki, Trump bu qadağanı Türkiyənin üzərindən qaldıracaq. Bugün Türkiyə ABŞ-a yumurta ixrac edir və s. və laxır. Ümumiyyətlə bu yumurta diplomatiyası, bilirsiniz ki, Əliyev də yumurta eksport etməyi təklif edib. Yəni Avropa mı? Qalır təkcə Avropadan bir ciddi reaksiya. Bugün Avropada da vacib hadisələr inkişaf etməkdədir. Münxen Təhlükəsizlik Konfransı o nöqtəni qoydu ki, Amerikadan heç nə gözləməyim. J.D. Vance'in Münxendəki o çıxışı Avropanın üstünə getmək, Avropanı tənqid etmək, təhqir etmək, aşağılamaq, daha sonra Zelenskini aşağılamaq Ağ Evdəki görüşdə. Yəni, bütün bunlar Avropa üçün bir wake-up call, yuxudan oyadan zəng oldu ki, öz başına çarə qıl, artıq yetimsən, təksən. Amerika və ordusu sənin yanında deyil və səni müdafiə etməyəcək. Və bugün Avropa bir toparlanmağa, səfərbər olmağa, coalition of the willing, iradəsi olanların koalisiyasını yaratmağa çalışır və digərləri tərəddüd etdiyi bir vaxtda Türkiyə əvvəldən deyib ki, bəli, mən o koalisiyadayam, lazım gələrsə mən əskərlərimi də Ukraynaya göndərməyə hazıram. Digər Avropa ölkələri hələ hesaba vururlar, hesablayırlar, nə qədər olacaq, istəmirik, Polşa istəmir, İspaniya istəmir, nə bilim, İtaliya istəmir. Məsələn, Türkiyə isə bəri başında deyib ki, mən əskərlərimi göndərəcəm və bugün Türkiyəyə Avropanın ehtiyacı var. Həmən o Avropa
parlament, Avropa İttifaqı, birliyi, onların o təkəbbürü var idi ki, Türkiyə islahatlara cavab vermir, Türkiyə demokratiya deyil, veto edirlər və s. və axır. Bugün Türkiye'nin Avropa ihtiyacı olduğu kimi bir o kadar da belki ondan da çok Avrupa'nın da Türkiye ihtiyacı yaranıp ki bu Ukrayna koalisiyasına madem ki ABŞ terk etti, NATO'da ABŞ'dan sonra ikinci en büyük ordu olan Türkiye öhdəlik götürsün ve askerlerini Ukrayna'ya göndersin. Erdoğan bütün bunların hamısını çok güzel bilir. O çok hakikaten de bic, ağıllı adamdır. Ve elə məlum deyil o qüvvələrin göndərilməsinə nə zaman gəlib çatacaqmı, ümumiyyətlə gəlib çatacaqmı? Yəni hələ onsuz da qüvvələr sülhdən sonra olmalıdır. Bugün sülhün heç S hərfi də yoxdur. Amma bugün o onları susturub faktiki olaraq ağızlarını bağlayıb girov götürüb Avropanın Erdoğan. Və doğrudan da ikinci ölkənin ən böyük populyar siyasətçisini, rəqibini 15 milyonun səs verdiği, 3 dəfə Erdoğan'ı məğlub etmiş bir siyasətçini, meri həbsxanaya atır və təəssüf ki, biz ciddi bir beynəlxalq reaksiya hələ ki görmürük. Mən ümid etmək istəyirəm ki, yanılıram və biz sabah oyanacağıq, həftənin birinci günüdür. Hadisələr çox sürətlə inkişaf edib, çox sürətlə diplom, həbsə tutulub saxlamaq, həbs qərarı və s. və axır. Mən ümid edirəm ki, birinci iş günü sabahdır və sabah azından Avropadan, digər ölkələrdən də biz bu hadisələrə ən düzgün qiymət verilməsini görəcəyik. Çünki bugün siz xalqı görürsünüz, 100 minləri görürsünüz, onların tapdanan hüquqlarını görürsünüz. Onların heç də hamısı İmamoğlu tərəfdarı, pərəstişkarı deyil. Onlar gəlirlər çünki onlar bu haqsızlığa etiraz edirlər. Çünki onlar gözəl fərqindədirlər ki, bu addımlar haraya gətirən cığır yoludur. Avtokratiyaya, diktaturaya. Türkiye bugün Şimali Koreya olmaq istəmir. Türkiye bugün Azərbaycan olmaq istəmir. Baxın, bugün hələ burada Türkiye'də adamların sərbəst toplaşmaq hüququ var. Erdoğan bunları da onların əlindən almaq istəyir. Qadağa qoyur. Sadəcə olaraq adamlar qulaq asmırlar, bu qadağa meydanlara çıxırlar. Bugün sosial medyada, internetdə Türkiye'də problemlər var. X platformasından Ankara tələb edib ki, 700 hesab bağlanılsın və X platforması buna etiraz edib və bu barədə paylaşım da edib ki, biz bunu söz azadlığının pozulması hesab edirik. Yüzlərlə adama sosial medyada yazdıklarına görə polisə aparılıblar, onlar incidilməkdədirlər. Və Türkiyə vətəndaşı bugün fərqindədir ki, Erdoğan Türkiyəni hansı bir yola aparır və bu yolun sonu hansı bir diktaturadır. Mən əminəm ki, dünyanın, o cümlədən bölgənin, o cümlədən Azərbaycanın da avtoritar rejimi bu hadisələri çox yaxından izləməkdədir. Siz xatırlayırsınız ki, müxtəlif vaxtlarda qonşu ölkələrdə bu cür talih yüklü hadisələr olanda Bakıdan oraya əzişdirmək üçün adamlar, polislər göndərilib, qonşu Gürcüstanda olduğu kimi. Bundan əvvəl Türkiyə seçkisində Erdoğana dəstək olmaq üçün, faktiki isə Türkiyə seçkisinə müdaxilə etmək üçün təyyarələrlə Bakıdan Türkiyəyə adamlar göndərilib. Ama bugün sizin gördüğünüz bu insan seli qarşısında hansısa avtoritar rejimin edəcəyi bir şey yoxdur. Bu xalqdır, o tələb edir, 5 sutkadır onlar gecə gündüz tərk etmirlər və İmamoğlu'nun azad edilməsini istəyirlər. Erdoğan nə edir? Erdoğan isə 100 minlərin seçmiş olduğu bir İstanbul merini özü bir tərəfli surətdə bu vəzifədən məhrum edir. Qurama, qondarma cinayət işi açır və deyir ki, sən İstanbul'un meri ola bilməzsən. Yəni 16 milyon İstanbul sakininin iradəsinə tüpürmüş olur. Onların seçki hüququnu tapdamış olur və Əkrəm İmamoğlu'nu mer postundan qaldırmış olur. Əlbəttə ki, bu böyük bir haqsızlıqdır və bu etirazda görürsünüz. Geri gəlmişkən etirazda Əkrəm İmamoğlu'nun xanımı Dilək İmamoğlu da çıxış edib, gəlim. Oğlu da orada iştirak, böyük oğlu da orada iştirak edir, gəlim. Dilək xanımın da, kim bilir, bəlkə Türkiyənin növbəti birinci ledisi olacaq. Onun da bu etirazda çıxışını eşidək.
bir aileyiz. Bizim bugünümüz çok zor geçti. Hepimizin. Ama ne diyoruz? Direne direne kazanacağız. Ekrem'i tutukladılar. Bu haksız hukuksuz kararı milyonlarca insan vicdanında neye karşılık geldiğinin farkında değiller. Ama öğrenecekler. Göz göre göre haksızlığa, adaletsizliğe uğramanın çok derin bir acısı vardır. Bizler bu ülkenin vatandaşları o acıyı çok iyi biliyoruz. Gerçeğin ortaya çıkmasını, adaletin sağlanmasını beklediğimiz kurumlar öğretti bize o acıyı. Ülkeyi yönetenler yaşadığımız bunca acıya rağmen sessiz, sitemsiz sabretmemizi bekliyorlar. Yarattıkları çaresizliğe teslim olmamızı istiyorlar. Ama öyle olmayacak. Ekrem'e yapılanlar herkesin içindeki o ince, o hassas yere, tüm vicdanlara dokundu. Herkese kendi yaşamakta olduğu haksızlıkları hatırlattı. Halkımızın direnci bu yüzden. Yıllardır Ekrem'i suçlu gösterme gayretiyle neler yapmadılar ki? Hatırlayalım. 6 yıl önce İstanbul seçimlerini kaybedeceklerini anladıklarında devletin kurumları seçim sonuçlarını yayınlamayı aniden durdurmuştu. Ekrem o gece çıktı ve dedi ki, hak yemem, hakkımı da yedirmem. Ve dediğini de yaptı. O günden bugüne ülkeyi yönetenler Ekrem'den ve ona duyulan büyük sevgiden korkuyorlar. Bu korkuyla hukuku ve demokrasiyi hiçe saydılar. Milletin iradesini gasp edip Ekrem'i siyaset dışına atmaya uğraştılar ve buna devam ediyorlar. Bunu başarırsak milleti umutsuzluğa, yılgınlığa iter, bundan sonra seçimleri iş sandığa kalmadan kazanırız diye hesaplıyorlar. O kadar yanılıyorlar ki bu tehlikeli gidişi gördüğü ve kabullenmediği için kadınlar, gençler, çocuklar, tüm Türkiye direniyor.
milletini ailesi gibi, ülkesini evi, yuvası gibi sever. Yalnız İstanbul'un değil, Türkiye'nin tüm sokaklarında, kendi köyünde, kendi mahallesinde gibi dolaşır. Herkesle dost, herkesle ahbap olmak, herkesle konuşup kaynaşmak ister. Halkımıza pozitif enerji vermek, insanlara yardımcı olmak ister. Umutsuzluğu, çaresizliği asla kabul etmez. Rahatsızlık oluyormuş da onunla alakalı bir şey söylemek istersin. Ne? Burada bəzi izləyicilərimiz yazır, Erdoğan Azərbaycan üçün o qədər edib ki, bilirsinizmi, o qədər edib, çox sağ olsun, təşəkkür edirik. Amma bu demək deyil ki, sən ölkəni diktatoraya çevirəndə də biz deyəcək ki, o bizim üçün o qədər edib ki, biz susacaq. Xeyr, diktator olan yerdə qanun olmur, diktator olan yerdə hüquq olmur. Bizə güclü Türkiyə lazımdır. Bizim qonşuluğumuzda Türkiyənin Azərbaycana təsiri böyükdür. Və bilirsinizmi, bugün Erdoğan bu torba tikməni məhz indi etməsi təsadüf deyildir. Burada Trump faktoru da var. Trump'ın ölkəsində, ABŞ-da etdikləri, biz sizə bunları deyirdik ki, mütləq dünyanın avtoritarları hər addımını onun izləməkdədirlər. Onun hər çıxışını, hər sözünü təhlil etməkdədirlər ki, bugün nə baş verdi ABŞ-da, Trump nələri dəyişdi, nələri etdi və onlar da özləri üçün yaşıl işıq yandırılmış olduğunu hesab edirlər. Məsələn, Trump bugün özü istər ki, oponentlərini həbsə atsın. O hesab edir ki, onu tənqid edənlər cinayətkardır, düşməndir, onların sayı azalmalıdır. Bugünlər Trump heç bir ABŞ prezidentinin etmədiyini etdi. O keçmiş prezident Joe Biden'a, keçmiş vitse-prezident Kamala Harris'e, keçmiş dövlət katibi Antony Blinken'in security clearance, təhlükəsizlik qarantiyasını onların əlindən aldı. Nə verirdi bu təhlükəsizlik qarantiyası? Onlar ölkədə hüquq mühafizə orqanlarından briefinglər ala bilirdilər. İctimailəşməyən failləri oxuya bilirdilər ki, ölkədə nə baş verir, başqa ölkələrdə nə baş verir. Trump onların çıxışını bağladı, buna heç bir Amerika prezidenti etməyib. Niyə? Mən yalnız təxmin edə bilərəm ki, onun bildiyi informasiyanı Biden, Harris və digərləri bilməsin, görməsin, bu informasiya demokratların əlinə düşməsin və bu heç nə yaxşı vəd etmir. Biz yaxın keçmişdə görmüşük ki, necə prezident George Bush Amerikanı da dünyanı da aldatmışdı ki, güya İraqın nüvə silahı var və İraqa qoşun yeritmişdi. Sonra məlum olur ki, onun masasının üzərində Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı vardı ki, İraqda heç bir kütləvi qırğın silahı yoxdur. Eyni zamanda məhkəmələrə münasibətdə bugün Trump məhkəmələrlə dava aparır. Çünki bugün Trump öz qarşısında yalnız ABŞ-ın müstəqil hakimlərini görməkdədir. Konqresdə hər iki palatada üstünlük respublikaçılarda, doğrudur 2 il, 1 il yarım sonra yenidən konqresi seçkilərdir və bu nisbət dəyişə bilər. Mediada görür düşmən, çünki ələxüsus da hər çıxışında, hər gün demək olar ki, bunlarla dilə gətirir ki, CNN, siz yalancısınız, sizin reytinginiz yerlərdədir, MSNBC, siz yalancısınız və s. Niyə? Çünki oradan tənqid eşidilir. Və ən böyük dava da bugün məhkəmələrə elan olunub, hakimlərə elan olunub. Və ABŞ-da hakimlərə həqiqətən də ümumiyyətlə ədliyyə sisteminə çox böyük bir hörmət, inam, etibar vardır. Your Majesty, Allah Həzrət deyirlər hakimə. Trump isə bir neçə gün əvvəl deyib ki, mən
bu hakimləri kim ki bu cür qərarlar çıxarırlar, onlara impeachment edəcəm. Əlbəttə ki, bu impeachment proseduru yoxdur, heç vaxt baş da verməyəcək. Amma söhbət ondan gedir ki, bugün hakimlərlə dava gedir. Məsəl üçün, immigrantların, mühacirlərin, 200 mühacirin ABŞ-dan çıxarılması, təyyarə mindirilib göndərilməsi. Bu haqda hakimin qərarı vardı ki, dayandırılmalıdır proses və bu təyyarə geri qayıtmalıdır. Amma Trump administrasiyası özünü görməzliyə vurdu, təyyarə çıxdı və sonra dedi ki, təyyarə artıq havadaydı, hakim bu qərarı çıxaranda. Amma jurnalistlər vaxtı tutuşdururlar və görürlər ki, artıq şifahi qərar var idi, yazılı qərarın çıxarılması isə biraz yubanıb. İstənilən halda sən gec də olsa hakimin qərarına hörmət etməlisən. Yəni bu dava hələ ki gedir və hələ demək olmaz ki, məhkəmələri də aşır, məhkəmələri artıq vecə almır. Çünki əgər o məhkəmələrin qərarını hesablaşmazsa, bu ABŞ-da həqiqətən çox böyük bir dönüş nöqtəsi olacaq və mən ümid etmək istəyirəm ki, buna gəlib çatmayacaq vəziyyət. Amma Türkiyədə artıq Erdoğan məhkəmələri əlinə alıb. İmamoğluya bu şər qərarları çıxaranlar administrasiyaya xidmət edirlər. Demək ki, Türkiyədə artıq o müstəqil məhkəmə qalmayıb. Minlərlə, siz xatırlayırsınız ki, əvvəlki darbə hadisəsində jurnalistlər, hüquqşünaslar, hakimlər, əskərlər və s. həbsxanaya atılmışdı. Və bu dırnaq arası darbədən sonra nə oldu? Erdoğan administrasiyası rəhbərliyi hakimiyyəti daha da güclənmiş oldu. Və bu hadisədə nə üçün məhz indi mən sizə ara-ara faktorları xatırlatdım ki, hakimiyyət görünür hesab edir ki, indi yaxşı vaxtdır, indi torbasını tikək, indi onu zərərsizləşdirək, indi İstanbulda və digər şəhərlərdə və mən əslində ehtiyat edirəm ki, bunun eynisini onlar bayaqdan danışan CHP liderinə də qarşı, Özgürə qarşı da edə bilərlər və artıra bilərlər bu həbsləri, bu qurama işlərdən, PKK ilə əməkdaşlıq, terror və s. və l-axır. Yəni hamısı ondan ötürüdür ki, bu çirkli qara işləri indi gör ki, onlar sonra yaddan çıxsın və doğrudan da çox şey cəmaatın yadından çıxır, səhər yedini axşamı xatırlamırlar, konsertlər, verilişlər, tamaşalar və s. Və 2028-ci ildə seçkiyə gedəndə artıq meydança tamamən təmizlənmiş olsun. Yaxud növbəti dəfə referenduma götürəndə Türkiyəni ki, Cumhurbaşqanı 3-cü dəfə də ola bilərsən, yaxud erkən seçkiyə keçirəndə ki, müxalifət hazırlaşmağa macal tapmasın və s. Yəni, bütün bu senarilər üçün, onları həyata keçirmək üçün özünə minbir şərait yaratmış olsun. Bilirsiniz, avtoritarlar həqiqətən də daima öz hakimiyyətinin müddətini düşünürlər. Adamlar bir dəfə seçkiyə getdi, çıxdı və 5 il, 4 il yadına düşmür ki, ölkədə seçki var. Amma onlar, avtoritarlar daima nələrsə qururlar, torba tikirlər, düzəldirlər, qoşurlar, düzürlər və s. və il-axır. Baxın, hələ 3 il var 2028-ci il seçkisinə. Bugündən o seçkinin nəticəsini həll etmək istəyir, oğurlamaq istəyir Erdoğan hakimiyyəti. Bəli, mənim də hörmətim olub Erdoğan hökumətinə, Erdoğanın özünə də, onun Daxili İşlər Nazirinin, Xarici İşlər Administrasiyasının digər üzvlərinə də, Azərbaycanda 44 günlük müharibə olanda Türkiyə Azərbaycanın yanında olub, haqlı işinin yanında olub. Türkiyə öz sözünü deyib ki, əl çəkin Azərbaycan bu işi görməlidir, Qarabağ Azərbaycandır. Amma məsələ burasındadır ki, o bunu Türk dövlətinin lideri olaraq o edib. Və mən əminəm ki, bunu digər Türk dövlətinin liderləri edərdi və edəcəkdir də. Və ölkəsində demokratiya olan Türk liderinin Azərbaycana verə biləcəyi yaxşılıq həmişə daha çox olacaq. Ona görə Azərbaycanda repressiyalar olanda Erdoğan bir dəfə də olsun səsini çıxartmır. Bugün Azərbaycanda 350 siyasi məhbus, vicdan məhbusu var. Siz bir dəfə də eşitməzsiniz ki, Ankaradan bunları pisləyən bir açıqlama, bir bəyanat gəlsin. Nəyə görə? Məgər onlar Azərbaycanlı deyilmi? Məgər onlar Türkiyə qardaş deyilmi? Məgər qardaş yalnız pullu milyarder Məföz Əliyevdirmi? Bəs o vicdan məhbuslarının, Bəxtiyar Hacıyevların, Qubad İbadoğlunun, Azər Qasımlının, Tofiq Yaqublu'nun, Ələsgər Məmmədlinin, Anar Məmmədlinin və digər bizim vicdan məhbuslarımızın damarında Azərbaycanlı qanı axmırmı?
Nəyə görə bir dəfə də olsun qardaş Türkiyə bunlara etirazını bildirmir? Ona görə ki, Erdoğan özü də Əliyevin bu addımlarını dəstəkləyir, bəlkə də kömək edir. Çünki o da öz ölkəsində bir Azərbaycan yaratmaq istəyir. Bugün Əkrəm İmamoğlu'nu şərləyib həbsə atmaq Azərbaycancadır. Ona görə bugün Türkiyə etiraz edir. Çünki Türkiyə həqiqətən də demokratiyanı görüb. Türkiyə Kemal Paşa Atatürk'ün vətənidir. CHP Cumhuriyet Xalq Partiyasıdır, Atatürk'ün partiyasıdır. Və baxın bugün Atatürk'ün partiyasının liderlərindən birini necə şərləyib türməyə atırlar. Ona görə də avtoritarların həmişə bizə məlum olmayan, gözlə görünməyən gizli bağları olur. Onlar bir-birini oğrunu uzaqdan tanıdığı kimi bir-birini uzaqdan tanıyır və bir-birlərinə dəstək olurlar. Onun üçün də bizə bugün 44 günlük müharibədə dəstək olmuş Erdoğan yox, onsuz da istənilən Türkiyə Cumhurbaşkanı 44 günlük müharibədə, 88 günlük müharibədə də Qarabağ işində Azərbaycana dəstək olacaqdı və olacaqdı. Bugün bizə demokratik, azad, cumhuriyyət olan Türkiyə lazımdır. Ki Azərbaycanda da fərqində olsunlar ki, bizə də cumhuriyyət lazımdır. Cumhuriyyət yalnız sözdə yox, əməldə olmalıdır. Bizə də müstəqil məhkəmələr lazımdır. Adamları şərləməsin, pul götürüb korrupsiyaya bulaşır, hakimlər yanlış qərarlar çıxarmasınlar ki, Azərbaycan vətəndaşı da azad nəfəs ala bilsin. Ona görə ürəyində Azərbaycan sevgisi olanlar əlbəttə ki, bu görüntülərə 100 minlərin öz haqqını istəməsinə yalnız rəğbətlə yanaşa bilərlər. 3 günde Ekrem Başkanı bütün dünyanın gözünün önünde hukuksuzca aldıklarından beri 42 milyarın 26 milyarını yakmışlar. Yani Mehmet Efendi'nin, Tayyip Erdoğan'ın atadığı Mehmet Efendi'nin güya rasyonel politikaların takipçisi Mehmet Efendi'nin topladığı 42 milyarın %60'ını Tayyip Bey Ekrem İmamoğlu korkusundan 3 gecede yedi bitirdi. Hadi Mehmet Bey, ister istifa et, ister otur Tayyip Bey'e biat et. Ama Bəli, Türkiyə iqtisadiyyatının durumu həqiqətən də çox pis, amma bu bir neçə gün ərzində, bu 5 gün içərisində siz birja aksiyasında nələr baş verdiyini görməkdəsiniz. Pulların necə çöktüyünü, ölkədən necə getdiyini, xaricilərin, pulu olanların Türkiyəni necə tərk etdiyini görürsünüz. Çünki onlar da başa düşürlər ki, ölkə hansı istiqamətə gedir. Və demokratiya, qanun yoxdursa, sən o pullar səninki də deyil. Bir günün içərisində hamını müflis etmək olar, necə ki edirlər də. Bir günün içərisində sən bütün pullarını da itirə bilərsən, necə getirirsən də. Buna görə də qanun, qanun və yenə də qanun. Bizə isə Brüsseldən sabiq səfir və diplomatımız Arif bəy Şahmarlı qoşulur. Arif bəy, salamlayırıq sizi və təşəkkür edirik yayıma qatıldığınız üçün. Bir daha bayramınız xəbər. Dəvətə görə minnətdarım. Arif bəy, təşəkkür edirik. Arif bəy, sizin fikirlərinizi bilmək istərdik. Beləliklə artıq İmamoğluya həbs hökmü də çıxarıldı və bu faktiki olaraq neytrallaşdırmış olur Erdoğan bununla da öz əsas rəqibini. Siz necə hesab edirsiniz? Əlbəttə ki, bu qərar Erdoğanın qorxusunun, kabusunun bir nəticəsidir. Əslində Erdoğan İmamoğlu da özünün hakimiyyətə gəlmək deməli bir yolunu görür. 3 dəfə faktiki olaraq İmamoğlu son 19-cu ildən 3 dəfə Erdoğana qalib gəlib. Ona baxmayaraq ki, xarizmatik, güclü, avtoritar bir lider 3 dəfə bələdiyyə seçkilərində İmamoğluya məğlub gəldi. Bir dəfə onun seçkiləri ləğv edildi, amma ikinci turda İmamoğlu daha da çox səs qazandı və son seçkilərdə də
bir mənalı olaraq İmamoğlu qazandı və faktiki 16 milyonluq İstanbul şəhəri Türkiyənin həyatında böyük əhəmiyyət oynayan bir şəhərdir. Yəni ən böyük deməli şəhər hesab olunur və əlbəttə ki İmamoğlu'nun belə uğuru Erdoğana yatmağa faktiki olaraq normal yaşamağa belə bunun bütün qanunu pozub da və eyni zamanda bu diplom məsələsi də əslində ən çox diplom məsələsi sorgulanan adam Türkiyədə elə Erdoğan'ın özüdür. Yəni onun diplomun saxta diplom olması ilə bağlı çox ciddi faktlar var, araşdırmalar var, onun bu universitetdə olması ilə bağlı müxtəlif, yəni çox geniş tədqiqatlar da aparılıbdır. Onunla heç kəs necə olubdur ki, bu oxuyubdur, heç kəs onu tanımamış. Nə tələbə yoldaşı olmuş, nə heç kəs. Yəni burada Erdoğan'ın qorxusu və çox maraqlıdır ki, yəni seçkilər əslində 2028-ci ildə olmalıdır. Deməli, Erdoğan əslində konstitusiyaya əsasən yenə də prezident seçilə bilməz. Bu onu göstərir ki, bunun hələm 2028-ci ildə də bu deməli prezidentliyə getmək niyyətindədir. Amma biz görürük ki, Türkiyə xalqı yəni ayaqdadır. Xüsusilə tələbələr çox aktiv bu aksiyalarda iştirak edirlər. Gözlənilir ki, bu axşamda elə deməli İstanbul merinin qərargahının Saracanda böyük miting gözlənilir. Mən düşünürəm ki, Türkiyə xalqı bir mənalı olaraq Erdoğan'a dəstək verir. Bu rejimin davam etdirilməsinə etiraz edir. Biz görürük ki, inflyasiya ağla gəlməz dərəcədədir. Dollar 40 dollara qalxıbdır. Gündə qiymət artımı. Türkiyədə faktiki həm bir tərəfdən diktatura, digər tərəfdən iqtisadiyyatın çökməsi, üçüncü daxildə gərginliklərin artması, bu Suriyadan gələn qaçqınlar, Erdoğan'ın ritorikaları, bilmirəm, İslamçılıq platformasından çıxış eləyir. Bu müsəlman qardaşları deməli bir ideoloji bir düşərgənin rəhbəri kimi özünü göstərmək istəyirdi və burada ərəb ölkələrindən təpki gəlir. Türkçülük platformasından çıxış edir, amma ki biz görürük ki iqtisadiyyatı çox zəif olan və maliyyə imkanları olmayan Türkiyə bu günləri daha böyük rol oynamaq imkanında deyil. Suriyada da vəziyyət o qədər də ürək açan deyil. Orada biz görürük ki, həmən Bəşər Əsədin tərəfdarları da hərəkətə keçibdir. Yəni, həm xarici siyasətdə kifayət qədər gərgin bir durumdadır və ölkə daxilində də əlbəttə ki, bu ədalətsizlik, yəni Türkiyədə bəlkə də ən məşhur 2-3 dənə siyasətçilərdən biri olan İmamoğlu'na bu qədər yəni ədalətsiz yanaşma, onun həbs saxlanılması, güya saxta diplom məsələsinin ortalığa atılması, sonra görəndə ki, bu keçmir, bunu bilmirəm, deməli, korrupsiyada ittiham etməsi əlbəttə ki, qəbul edilməzdir. Xüsusilə də nəzər alaq ki, bu günləri xüttəyinə kimi korrupsiyada olan elə Erdoğan hakimiyyətidir. Yəni, bu günlər Erdoğan'ın hakimiyyəti, bəlkə Türkiyədə korrupsiyanın səviyyəsi heç vaxt bu səviyyədə olmuydu. Özü də, ailəsi də, ailə üzvləri də hamısı demək olar ki, belə bir korrupsiyada, müxtəlif sxemlərdə iştirak edirlər. Kimsə saxta neftin satışı ilə, tankerlərdən, bilmirəm, qaçaqmalçılıq. Yəni, bütün ailə üzvləri bu günləri korrupsiya batmış, xüttəyinə kimi, elə belə korrupsiya deyəndə, xüttəyinə kimi korrupsiyada batmış bir sistem qurublar. Yeganə hələm Türkiyə xalqını tam əzə bilməyiblər. Türkiyədə müxalifətin mövcudluğu. Əlbəttə ki, Erdoğan istərdi ki, daha
belə bir sərtləsə, amma biz görürük ki, Türkiyə xalqı etiraz edir, razı qalmır və bu aksiyalarda yalnız Əkrəm İmamoğlu'na deyil. Eyni zamanda insanlar beziblər. Bilirsiniz, bu yorğunluq var. Bu yalanlardan yorğunluq, bu iqtisadi böhranla bağlı gündə bəzi mağazalarda qiymətlər gündə 2 dəfə, 3 dəfə dəyişilir. Yəni belə bir bu günləri vaxt var idi ki, Argentinada ən yüksək inflyasiya var idi. Bu günləri Argentinada yeni gəlmiş deməli prezident qısa bir müddətdə korrupsiyanı dayandırdı, strukturlu dəyişikliklər elədi və bu günləri Argentina artıq inflyasiya normaya düşübdür. Amma bu günlər ən bərbad vəziyyət, bu günlər Türkiyədədir. Bir dənə İmamoğlu'nu tutan məqamda Türk lirası yenə də sürətlə düşməyə başladı. Bunlar məcburiyyət qarşısındakı, yəni bu Türk lirasının belə bir kritik düşməsinin qarşısını almaq üçün piyasaya milyardlarla 10 milyard pul atdılar. Sonra əlavə pul deməli Mərkəzi Bank dollar satışını həyata keçirdi. Amma bununla iqtisadiyyatı düzəltmək mümkün deyil. Türkiyə ciddi böhran içindədir və bu böhran dərinləşərək gedişatdadır. İnsanlar çox narazıdır. Mən Rusiyadan gələn belə bu relakantlar belə artıq Türkiyəni tərk etməyə başlayır. Ona görə ki, Türkiyədə bu günləri həyat İspaniyadan daha bahaçılıqdır. Bilmirəm, bəziləri gəliblər, deyirlər ki, valla İspaniyada yaşamaq daha ucuzdur, ya İtaliyada yaşamaq daha ucuz, nəinki Türkiyədə. Ona görə bu İmamoğlu həqiqətən də Erdoğan üçün böyük baş ağrısıdır. Bəlkə gecələr yata bilmir, gündüzlər yata bilmir. Amma eyni zamanda Erdoğan faktiki olaraq bu saxta ithamla bu günləri İmamoğlu'nun müxalifətin bir nömrəli namizədinə çevirdi və əminəm ki, İmamoğlu üçün də, yəni gələcəkdə, yəni prezident seçkilərində ola bilsin daha tez, ona görə ki, problemlər həll olunmur və İmamoğlu'nun yəni Türkiyənin prezidenti olmaq şansı da kifayət qədər yüksəkdir indi və onun həbsi də buna yalnız ara xallar gətirib, əlbəttə ki, ailəsi üçün, yaxınları üçün bu ciddi bir sınaqdır. Amma eyni zamanda mən hesab edirəm ki, bu günləri onun böyük bir müxalifətin lideri və xalqın sevimli bir siyasətçinə çevrilməsini biz görürük. Bəli, yəni faktiki olaraq doğrudan da yəni nəzərə alsaq ki, ələxüsus da Erdoğan özü də bu cür olub Cumhurbaşqanı, yəni nə tez yaddan çıxdı ki, Erdoğan özü də həbsə atılmışdı, seçkiyə qatıla bilmədi, amma iştirak etdi. Yəni aydın idi ki, onun arxasında kim idi dayanan əsas rəqibin arxasında və özü bu cür hakimiyyətə gəldi. Erdoğan özü deyirdi ki, İstanbul'u götürən bütün Türkiyəni götürmüş olur və təxminən üstündən neçə il sonra, 25 il sonra, 26 il sonra eynisini bugün Əkrəm İmamoğlu'nun başına gətirməkdədir. Burada bir izləyicilərdə kimsə yazır ki, yoxdur, mən görmürəm o mitingləri. Başlayız, yəqin ki, bu mitingləri görmək üçün pəncərəni açmaq lazımdır, qapını açmaq lazımdır, evdən çıxmaq lazımdır. Hər halda biz bu canlı yayımlardır bu. Baxın, nə qədər, sadəcə bir fikir verin insan axınına, görün nə qədər adamdan söhbət gedir. Yəni 100 minlərdir, 100 minlərdən gedir. Mən özüm burada 1 milyon da deyirlər, bilmirəm, bəlkə 1 milyondan da çox olmuş ola bilir. Yəni həqiqətən də bitib tükənməyən bir insan seli biz görməkdəyik. İnsan seli və bu etirazların 5-ci günüdür artıq. Yəni adamların yorulması var, bezməsi var, xəstələnməsi var və s. 5 sutkadır ki, biz gecə-gündüz bu etirazları görməkdəyik. Həqiqətən də insan selidir və bu etirazlar davam da edir. Yəni mən açıq, baxın, bəlkə buradan bu görüntü daha yaxşıdır. Baxın, nə qədər adamdan söhbət gedir. Yəni eşidək biraz. Və bu yalnız İstanbul şəhəridir dostlar. Sözün sonuna gelmeden bu Nevruz haftasında barışın, kardeşliğin, yeni yılın umudunda
Bugün de İstanbul'da Nevruz kutlandı. Bugün Nevruz'un kutlandığı alandan ufak tefek sitemler, kalp kırıklıkları duydum. Ve buradan oraya doğru şunu söylemem lazım. Bu kürsüde, bu meydanda 5 gündür çok konuştuk. Çok söz hatasız olmaz. Her kim bu kürsüden konuştuysa, söylediği bir söz kimi kırdıysa ondan helallik istemek partinin genel başkanı adına bendendir. Bütün Kürt kardeşlerimin Nevruz'unu bir kez daha kutluyorum. Yani Türkiye'de Ve buradan Edirne'de yatan mən ve bunu əlavə edim ki, Türkiyədə bildiyiniz kimi Novruz daha çox Kürd bayramı kimi tanınır. Yəni daha doğrusu Kürdlər tərəfindən bayram edilir. Hərçənd ki bu Novruz bayramı bölgənin belə deyək, Azərbaycanda bütün əhali bayram edir. İraqın özündə Şiələr bayram edir, digər qruplaşmalar bayram edir. İranda biz bilirik ki bayram edilməkdədir. Yəni aydındır ki bütün bölgədə, Türkiyədə daha çox Kürdlərin, əksər Kürdlərin bayram şənliklər etdiyi bir bayramdır. Ona görə də burada həm də unutmayaq ki, Əkrəm İmamoğluya məhz Kürdlərlə əməkdaşlıq etdiyi üçün, güya terror təşkilatları ilə əməkdaşlıq etdiyi üçün bir cinayət işi açılıb. Ona görə CHP liderinin bu çağırışı etməsi də vacibdir. İndi mən bilmirəm söhbət hansı səhvlikdən gedir. Yəni aydındır ki, bu günlər ola bilsin ki, hansı çıxışlar olub və s. və deyir hamının adından nə səhvlər olubsa ona görə üzr istəyirəm. Və həm də bilirsinizmi bu yəqin Arifə siz də mənimlə razılaşarsınız ki, bu ümumiyyətlə nəyə bənzəyir? Azərbaycanda nə oldu? Erməniyə dəstəksən, sən Erməniyə işləyirsən, sən düşmənsən. Burada da aydındır ki, Türkiyədə isə həmin erməni dırnaq arasında Kürddür. Bax ona görə biz bu çağrışı eşitməkdəyik. İlk oraya konduğunda partisinin eş genel başkanı olan Selahattin Demirtaş'ı da selamlıyorum. Bəli, və yeri gəlmişkən bu əlavəni də edin. İstanbul adı değildi. Büyükşehir Belediye'mizin 8 belediyeden 10 belediye meclis üyesi de Silivri'de biraz önce onları ifade edemedim. Onların yanındayız. Ayrıca biraz önce mektubu okunan Zafer Partisi'nin genel başkanı Sayın Ümit Özdağ'a da selam gönderiyorum. Bəli, unutmayaq ki, bu ilk dəfə deyil ki, Türkiyədə terrorla yaxud PKK ilə əməkdaşlığa görə həbslər olur. Siz bəzi adların indi çəkildiyini gördünüz, elə partiya sədrləri arasında da. Və əlbəttə ki, məqsəd yenə də dırnaq arasında ümumi düşmənə qarşı səfərbər olmaq, amma əlbəttə ki, əsl məqsəd isə başqadır. Bundan istifadə edərək rəqibini uzaqlaşdırmaqdır, onu seçkiyə buraxmamaqdır və beləliklə də hakimiyyətini uzatmaqdır. 19 Mart'tan bugüne sizler birisinin uykularını kaçırdınız. O güne kadar onun uykularını Ekrem İmamoğlu ve kendi sesi kaçırıyordu. Şöyle diyordu: Ekrem İmamoğlu'na kafayı takmış, gece yatağa yatmış, uykuya dalmış ve kendi sesiyle uyanıyordu. İstanbul'u kaybeden Türkiye'yi kaybeder. İstanbul'u kazanan Türkiye'yi kazanır. Doğru. Bu elə İşte bu Erdoğan'ın ses, sözleri. işte bu ses ona 19 Mart darbe girişimine kalkışacak kendince cesareti verdi. Başaracağım sandı. Ekrem İmamoğlu'nu alıp hapse atacağım. Belediyesine kayyum atayacağım. Seçimle alamadığım İstanbul Büyükşehir'i kayyımla alacağım. çok gözəl dedi, həqiqətən də. Yine Seçkiyle Yine alabilmediğini İstanbul'un bağrına
hançerler saplayacağım. Yine Kanal İstanbul hayalleri kuracağım. Katarlılara, Araplara arsa satacağım. İşte Ekrem Bey'i, uykularını kaçıran İmamoğlu'nu alıp götürürlerken o Ekremsiz bir güne uyanıyordu. Ama hesap edemediği bir şey vardı. Bir şeyi hesap edemedi. Sizi hesap edemedi. Sizi hesap edemedi. O binaya Erdoğan'ın kayyımını sokmayan da eşi hapse konmuşken Dilek Hanım'ın gözünü yaşlı değil de pırıl pırıl tutan da evladını sizlere emanet eden de bu meydanın gücüdür. Bu meydanın gücüdür. Yarın sabahtan itibaren bu meydan hem tüketimden gelen gücünü, hem örgütlenmeden gelen gücünü, hem farklı da olsa yan yana durabilmenin, farklılıklardan arıza, kavga değil, güç devşirebilmenin, o gücü hepimizin faydasına kullanabilmenin ayırdığıyla bir büyük mücadeleye başlıyoruz. 20-30 vazgeçeceğimiz bir zaman ve Saraçhane vazgeçebileceğimiz bir mekan değildir. Yarından itibaren ya da yarından sonraki günlerde 20-30'da bütün Türkiye'de ve İstanbul'da ilan edilecek meydanlarda, alanlarda hep birlikte olmaya, mücadeleyi yükseltmeye, geleceğe sahip çıkmaya başlıyoruz. Var mısınız? Var mısınız? Biz durmayacağız. Hep birlikte yürüyeceğiz. Teslim olmayacağız. Var mısınız? Var mısınız? Tayyip Bey, biz varız. Siz karşımıza çıkmaya acaba var mısınız? Cesaretiniz var mı? Tayyip Bey Recep Tayyip Erdoğan'a deyir. Bu meydan Tayyip Bey, kötü bir haberim var. Bir kayıp anonsu yapmak durumundayım. Bu meydan korkuyu evde unutmuş Tayyip Bey. Korkuyu evde unutmuş. Siz korkutarak yönetmeye alışmışsınız. Bastırarak yönetmeye alışmışsınız. Ama İstanbul Üniversitesi korkuyu yurtta unutmuş. Boğaziçi kampüste bırakmış. Ya Siz ümumiyyətlə axı, yəni Arif Bey, az sonra söz verəcəm.
seçilən adama hörmətin edilməsi, ümumiyyətlə seçilməyə hörmət edilmək, xalqın seçiminə hörmət etmək. Yəni 16 milyon İstanbullunun seçmiş olduğu bir merdir. Necə sən bu adama quranma bir iş açıb o mandatı ondan ala bilirsən? Ona görə bu saat bu adamlar, bu milyon, yüz minlər bu saat meydandadır. Mən əminəm ki, onların nə qədəri isə ona özü İmamoğlu'ya səs vermiş adamlardır. Ona səs verməyənlər də gəlirlər, çünki bu prinsip məsələsidir. Xalqın seçdiyini necə seçməyən onun əlindən almış ola bilir? Bax, Türkiyə Daxili İşlər Naziri, o seçilibmi? Yox, o təyin olunub və bugün o tapşırıq yerinə yetirməkdədir. Və onsuz da İmamoğlu çox populyar siyasətçi idi və Erdoğan onu bu cür həbsə atmaqla onsuz da onun yüksək olan populyarlığını daha da artırmış oldu. Bəlkə də İmamoğlu hələ seçiləcəkdimi, seçilməyəcəkdimi məlum deyil, o özü həbsxanaya atılmasaydı. Bugün İmamoğlu'nun tərcüme halını, biyografiyasını yazmış oldu Erdoğan. Ki o dərəcədə səndən qorxuram ki, səni həbsxanaya atıram. Bu gün kimi aydındır. Ona görə də bugün o meydanlara toplaşanlar yalnız İstanbul meri İmamoğlu üçün gəlməyiblər. Mən elə bilirəm ki, bugün biz tarix yazıldığını görürük və növbəti Cumhurbaşqanının həbsə atılmasını görməkdəyik. Və deyildiyi kimi elə Erdoğan'ın yoxsunu qaçıran da budur. Çünki o özü də bunu çox gözəl bilir. O özü bunu əvvəllər 99-cu ildə deyirdi ki, İstanbul'u alan bütün Türkiyəni alır. Onun yoxsunu qaçardan doğrudan da budur ki, ondan cavanı, 20 yaş ondan cavanı, ondan enerjilisi, bu qədər populyar bir 3 dəfə ona qalib gəlmiş bir İmamoğlu bu dəfə artıq Cumhurbaşqanı seçkilərində də vahid namizəddir və onun Cumhurbaşqanı kimi məhv edə bilər. Və gördüyünüz kimi Türk xalqı bu çirkli üsullara yox deməkdədir və etiraz etməkdədir. Mən lütfen verilişi bəyənin, paylaşın dostlar, geç çıxırıq efirə. Amma Arif bəy, sizə sualım isə mən biraz Amerikaya da baş vurmaq istəyirəm. Ona görə ki, Prezident Trump'ın yaxın şərq üzrə müşaviri Steve Witkov'un müsahibəsində o həm də Avropaya erişdi ki, Avropanı dəfələrlə çökən Avropa adlandırdı və eyni zamanda dedi ki, bəs onlar mane olur, özlərindən Churchill düzəltməkdədirlər, Ukraynaya kömək etməklə və s. Yəni siz nə başa düşdünüz? Bu Rusiyanın narrativini sadəcə olaraq təkrar etməkdirmi? Hansısa hadisələrə yol açmaqdırmı? Ümumiyyətlə, bax, bu Avropanı ABŞ-dan ayırmaq, bax, sizcə bu hadisələr hansı siqnalları vermiş olur Vaşinqtona? Yəni, ələqsə deməsi ki, məsələn, mən Putini bəyənirəm, Putin yaxşıdır, Putin yaxşı oğlandır, bu Trump-pərəst jurnalist də Sevinç xanım, əlbəttə ki, Amerikanın dəstəyi Ukrayna üçün çox önəmlidir. Ancaq mən sizə deyim ki, Amerikanın dəstəyi olmasa da, Türkiyənin, Rusiyanın artıq Ukraynanı işğal etmək, Ukraynanın tam deməli tabiçiliyinə gətirmək şansları yoxdur. Yəni 3 ildir müharibə davam edir və bu 3 ildə biz ciddi bir irəliləyiş görməmişik. Gündə minlərlə əskər deyirlər də ət göndərirlər də bu cəbhəyə. Amma biz görürük ki, Ukrayna ordusu müqaviməti davam edir. Demişlər ki, Kurskda Ukrayna kontingenti deməli şey düşübdü, yəni kaçola düşübdü, yəni belə bir çətin bir vəziyyətə düşübdü. Ancaq bunu da biz görmürük. Yəni Ukrayna hələm də, yəni Kurskun bir hissəsində Ukrayna mühasirəyə düşüb, bəli. Mühasirəyə düşməyi, yəni biz görürük ki, demişlər ki, 24 saatda məhv ediləcəklər, bilmirəm, bir günə məhv ediləcəklər. Onlar müqavimət göstərir. Kurskun bir hissəsi bu günlərdə Ukrayna ordusunun nəzarətindədir. Və Ukraynalılar çox yüksək
hərbi hazırlığını göstərirlər. Dəstək davam edir. Amerikadan olmasa da biz görürük ki, digər Avropa ölkələri, Fransa, Böyük Britaniya, Almaniya dəstək verməkdə israrlıdırlar və Ukraynanın artıq özünün də hərbi sənayesi qısa bir müddətdə böyük inkişaf göstərirdi. Yeni raket tipləri, Neptun tipli artıq 2000 kilometrə məsafədə hədəfləri məhv etmək imkanı olan yeni bir balistik raketlər buraxırlar. Hava hücum müdafiə sistemləri var. Rheinmetall şirkəti, yəni orada Ukraynaya üçün silah, mərmi istehsal edir. Və bu günləri tutaq ki, dronlara gələndə Ukraynanın Rusiya ilə müqayisədə üstünlüyü 2 dəfədən artıqdır. Və Ukraynanın istehsal etdiyi dronları individual dronlar, yəni ki, bir dənə qumbaranı götürür və uçur və Rus əskərini görəndə, ya hansısa bir qrupu görəndə qumbaranı atır və daha ciddi dronlar ki, uzun məsafədə Rusiyanın dərinliyində strateji obyektləri vurmaq iqtidarındadır. Biz gördük Engels yəni hərbi aeroportunun vurulması, orada Rusiyanın strateji aviasiya təyyarələrinin olması və eyni zamanda depolarda bəzi məlumatlara görə hansısa nüvə başlıqları olan raketlərin də vurulmasını biz gördük. O böyük bir göbələyin, o partlayış yerində göbələyin yaranması və oraya xüsusi deməli radio deməli radiasiyanın qarşısını almaq üçün xüsusi qruplarının göndərilməsi onu göstərir ki, çox güman ki, həqiqətən də bu depoda nüvə başlığı olan hansısa silahlar da olurdu. Yəni Ukrayna, Rusiyanın artıq Ukraynanı tam məğlub etmək imkanı yoxdur. Hə, Ukraynanın da Rusiyanı məğlub etmək bu günləri iqtidarında deyil. Təxmini, yəni indiki vəziyyət belə artıq neçə vaxtdır ki, demək olar ki, vəziyyət cəbhə xəttində dəyişmir. Kimsə bir kənd alır, sabahları Ukrayna bu kəndi azad edir. Yəni, buna pozisyon bir müharibə gedir. Amma biz görürük ki, Rusiya nə Odessa istiqamətində, nə digər istiqamətlərdə böyük uğur əldə edə bilməyiblər. Hə, zərbələr endirirlər. Odessa çox dünənləri çox güclü hücum olubdur. Amma biz görürük ki, Ukraynada necə deyirlər, borclu qalmır. Engels aeroportunun vurulması, müxtəlif deməli hərbi zavodların vurulması, Moskvaya hücumu, yəni elə həmən o danışıqlardan bir gün əvvəl, yəni Riyadda danışıqları bir gün əvvəl Ukrayna dronlarının Moskva ətrafına çatması da onu göstərir ki, Ukrayna müqaviməti davam edir. Əlbəttə ki, Amerikanın mövcudluğu vacibdir, ancaq yenə də Avropa ölkələri Ukrayna dəstəyini davam etdirməkdə israrlıdır. Ona görə çox gözəl anlayırlar ki, yəni bu günlər Rusiya Ukraynanı məğlub etsə, bu artıq Avropaya daha böyük təhlükələr yaradır. Əslində, bəziləri deyirlər ki, elə Trump da özü də demişdi ki, biz Ukrayna bizə minnətdar olmalıdır, bu öz minnətdarlığını kifayət qədər belə yaxşı bunu ifadə etmir. Əslində, mən hesab etmirəm ki, Ukrayna minnətdarlı olmalıdır. Hesab edirəm ki, ümumiyyətlə Qərb Ukraynaya minnətdarlı olmalıdır ki, bu günləri Ukrayna əskəri öz canı ilə, öz qəhrəmanlığı ilə Avropanın, Qərbin müdafiəsində durubdur. Gördü ki, bunun bir hansısa dividend əldə edə bilmir. Arada bir nəsə internetdə problem yarandı. Mən bir şey də soruşmaq istəyirəm sizdən, Arif bəy. Biz bir ara belə məlumat gəldi ki, bəs yəni əslində faktiki olaraq Trump'ın müşaviri həm də Ermənistan-Azərbaycan münaqişəsinə toxundu və dedi ki, o məsələdə ki, biz deməli razılıq, daha doğrusu həll edə bilmirik, o məsələni mən prezident Trumpa tövsiyə də etmirəm. Yəni siz necə hesab edirsiniz? Nə baş verdi ki, Trump'ın Ermənistan-Azərbaycan münaqişəsinə marağı baş tutmadı? Ki,
bu yalnız bir hansısa Trump'ın istəkləri deyil. Bu eyni zamanda Amerikanın bankrot ərəfəsində olmasının bir göstərici. Bəziləri bir çox məsələlər barədə danışmırıq. Bunun həmən bax bu böyük ixtisarların həyata keçirilməsi, demək olar ki, Təhsil Nazirliyinin bağlanılması, bilmirəm, USAID-in bağlanılması, bir çox proqramların bağlanması, bax bu Amerikanın faktiki bankrotluq hərəkəsində olmasının bir təhlükəsidir və bəli. Yəni qayıtsaq o Vitkovun münaqişə ilə bağlı dediklərinə. Yəni hər halda biz bir maraq göstərini görmüşdük və Ceyhun Bayramov çıxıb dedi ki, artıq sülhə çox yaxınıq. Daha sonra İlham Əliyev çıxdı, sülh əvəzinə müharibədən danışmağa başladı. Yəni sizcə nə baş vermiş ola bilər ki, həmin bu vaxt çərçivəsində, bilmirəm, bir həftə idimi, 2 həftə idimi, nəsə bir maraq var? Bilirsiniz, mənə elə gəlir ki, burada Bakı səfərini çox da bizlər reklam elədilər, az qala ki, bu Vitkovun gəlib. Orada nə İlham Əliyevlə görüş olubdu, nə ola bilsin, indi 1-2 saata gəlib təyyarə enib texniki o yanacağı doldurmaq üçün uzun məsafə getməlidir. Rusiyada mən keçən dəfə demişdim, sanksiyalar, həmən Amerikanın tətbiq edilmiş sanksiyalarına əsasən bu təyyarə Rusiyada deməli benzinlə dondurula bilməz. İndi yəqin yanacağın doldurulması o 1-2 saatlıq dayanıb. İndi yəqin kimsə rəsmilərdən gəlib ondan görüşüb. Amma ki, bu günləri görünən odur ki, həqiqətən də bu sülh sazişinə mən bilmirəm bu hansı nə idi. Yəqin İlham Əliyev düşünürdü ki, bu sülh sazişini Vaşinqtonun gözünə soxa bilər və özü üçün hansı dividendlər ala bilər. Gördü ki, buna soyuq reaksiya olubdu. Yəni buna imzalayırsan imzalamırsan imzalama. Bizim vecimizə də deyiblər. Bu da indi deyib, sizin vecimdə mən bundan imzalayım. Mən elə gəl, yəni İlham Əliyevlə o Nazı ilə oynayan Biden administrasiya artıq yoxdur ortalıqda. O Blinken'i 3 gündən bir İlham Əliyevə zəng edirdi. Gördüyüm, məndən əldən birdən şoka düşürdüm ki, nəyə görə bu Blinken ya öz müavini göndərir, ya dövlət katibi bu O'Brien'i göndərdi, özü zəng eləyirdi. İndi heç kəs nə zəng eləyir, nə bu məsələ ilə ilgilənən adam da yoxdur. Ona görə gördü ki, bunun bir hansısa dividend əldə edə bilmir. Buna Vaşinqtona hansısa dəvət olunmur. Yəqin bunu da düşünürdü ki, buna bu Vitkov gəlib deyəcək ki, İlham Əliyev səni gözləyir, gəl yenə Vaşinqtonda sənə rəsmi səfər təşkil edir. Gördü bu heç şey yoxdur. Bunların heç deyil ki, bizlik bu məsələ deyil. Orada Fransa var, orada Avropa var. Özləri həll etsinlər. Əlbəttə ki, eyni zamanda Amerika gəlib göz yuman da deyil. Yəni burada yenidən hansısa provokasiya olsa, ciddi bir toqquşmalar başlasa da mən düşünürəm ki, Amerika əlbəttə ki, biganə qalmayacaq. Amma İlham Əliyevə bu mövzu ilə bağlı deməli şantaj etmək və təhdid etmək instrumentini əlindən alıblar ki, bizlə bu oyunlar keçməyəcək. Blinken'dən keçərli idi, bilmirəm, O'Brien'dən keçərli idi, bizlik deyil. Yəni biz bu məsələ bizim üçün 10-cu dərəcəli məsələdir. Bununla bağlı sənələ hansısa güzəştlər olmayacaq. Bizim Ukrayna məsələsi var, tariflər məsələsi var, yaxın şərq məsələsi var. Ona görə yəqin İlham Əliyev görəndən sonra ki, burada özünə heç bir dividend əldə etmir, köhnə ritorika qayıtdı. Və ümumiyyətlə Sevinç xanım, bu diktatorların bir neçə, bilirsiniz, onların hakimiyyətdə qalmağı üçün 3-4 dənə əsas üsullar var da və ən əsas üsullardan, ən əsas məsələlərdən biri də daxili və xarici düşmənin mövcudluğu. Bu elmdir, bu bizim sözümüz deyil, bu elm. Bütün diktatorlar üçün həm daxildə düşmən obrazı lazımdır, müxalifətdir, bilmirəm, bizik, yəni xaricdə olan deməli fəallardır. Eyni zamanda bizi təqsirləndirəndə nə ilə təqsirləndirilər? Biz erməni dərmanına su tökürük də. Bu da İlham Əliyev üçün hava kimi lazımdır ki,
Sevil Yusufan qızı nə ilə məşğuldur? Erməni bölməni su tökməklə. Arif Məmmədov kimdir? Erməni deməli Ermənistan tərəfindən maliyyələşdirilən ya da ki digər bizim blogerlər, fəallar eyni ittihamlar. Ona görə hər bir diktatora bax bu günləri bax Paşinyan sabahları çıxış eləsə ki, biz həm İlham Əliyev bütün şərtlərinə razıyıq, həm konstitusiyanı dəyişirik, həm Zəngizovu veririk, Ermənistanın da adını deməli silirik Azərbaycan arası kimi. Yenə də İlham Əliyev yeni tələblər ortalığa qoyacaq. Ona görə ki, xaric deməli bu deməli digər düşman axtarmalıdır. Ermənistandan yaxşı düşman kim olacaqdır? Deməli sabahları deməli bu yenidən ya Gürcüstanı düşman elə etməlidir, ya digər ölkəni. Amma ən rahat düşman obrazu Ermənistandır. Həm bizə də tazik kimi, həm də ki bu millətə bax bunlar erməni baxız görürüz bunların mətbuatı, bunların deməli televiziyaları bizə itham sürəndə nə deyirlər? Bunlar Ermənistana işləyirlər, Ermənistan tərəfindən maliyyələşirlər. Deməli mən sizinlə bax bu efirə çıxmaq üçün ermənilər mənə deməli pul verməlidirlər. Yəni ağla gəlməz. Amma bu kiməsə işləyir, bunu deyirlər və bəlkə də mən bilmirəm. Mən inanmıram ki, bizim xalq bu qədər cahildir ki, buna inansa, amma diktatorların əsas, yəni 3-4 dənə əsas belə bir o deyirlər, o daşları da belə bir təməl daşları, bünövrəsindən biri də həmən bax bu xarici düşmən. Ermənistan sabahları, bax Paşinyan dedi ki, bütün şərtləri razı qalmışdır. İlham Əliyev gördü, heç bir dividend əldə edə bilmədi. Yadda düşdü ki, Heydər Əliyevin yazdığı ki, birdən şey eləyərsən, xarici düşman olmalıdır. Bu yenə də bu çəmə qayıtdı. Laf dividend alsaydı belə, yenə də bu məsələyə qayıdardı İlham Əliyev. Düşünürdü ki, bəlkə bu aldada bilər, bax necə köhnə administrasiya ilə oyunlar oynayırdı. Düşündü ki, bu yeni administrasiya ilə də keçərlidir və Trump deyəcək ki, bax, sağ ol İlham. Əslində mən düşünürdüm ki, bunlar bunu qəbul edə bilərlər ki, Trump administrasiyası hansısa bir istiqamətdə bir qələbə lazımdır, bir uğur hekayəsi lazımdır. Amma görünən odur ki, Trump'a kiçik uğur lazımdır. Bax, bunun yenə də israrlıdır ki, bu Ukrayna-Rusiya müharibəsində ciddi bir uğur əldə etsin. Buna da mən inanmıram. Mən əminəm ki, Zelenski qəbul edən deyil, Ukrayna xalqı qəbul edən deyil və Witkoff nəsə desin, ya kimsə Carlson nəsə desin, Zelenski buna uyan deyil. Və Ukraynanın bax bu zərbələr, çox ciddi zərbələr endirilməsinin arxasında da bu mesaj verir. Həm Vaşinqtona da mesaj verir ki, sən nə qədər məni sıxsan da, mən deməli qəbul edən deyiləm, mən məğlubiyyəti qəbul edən deyiləm, kapitulyasiya edən deyiləm. Ukraynanın ərazi bütövlüyü təmin edilməyənə qədər müqavimət olacaqdır və bu yalnız Zelenskinin istəyi deyil, bu Ukrayna xalqının. Yəni, necə yəni sən ölkənin 20%-i işğal aldırırsan, gəl yenə Rusiyanın hansı saciş, hansısa müvəqqəti nəsə ola bilər. Bilmirəm, vuruldu hə. Amma ki, deyirəm, mən düşünürəm ki, burada Ukrayna müqaviməti davam edəcəkdir və çox uğurlu müqaviməti davam edəcəkdir. Yenə deyəm, Ukrayna müdafiə sənayesi fantastik bir inkişaf göstərir. Mən dedim, yəni, ildə 2 milyon dron istehsal edir Ukrayna. Sevinç xanım. Heç bir ölkə 2 milyon dron istehsal etmək iqtidarında deyil. Rusiya səngərdən bir dənə Rusiya əskər başını qaldıra bilmir. 24 saat bütün o təməz xəttində 24 saat 7 gün həftədə dronlar 24 saat deməli göydədir və bütün nəzarət edir vəziyyəti. Ona görə bilirsiniz Ukraynaya nəsə belə bir yenidən yeni bir sanksiyalar qoymaq bu işlək deyil. Ona görə ki, Avropanın öz maraqları var. Britaniya çox aktiv proseslərə qoşulubdur. Biz görürük ki, artıq Britaniya diplomatiyası
artıq bir suveren diplomatik xətt aparmağını görürük. Deməli, Kanadanın yeni seçilmiş baş nazirinin çox isti qəbul edilməsi, Zelenskinin Vaşinqtonda buna belə yekəxana münasibətdən sonra Londonda çox isti qəbulu, kral tərəfindən belə bunun qəbulu, özü həmən o xaki rəngli o köynəkdə onu qəbul etmək, özü kral əlbəttə ki protokola görə prezidentdən daha yüksəkdə, özü Britaniya kralı əlbəttə ki çox yüksək deməli səviyyədir. Onun belə qəbul et. Onu göstərir ki, nə Avropa, nə Almaniya, nə Fransa, nə Böyük Britaniya Ukraynanı tək qoymaq niyyətində deyil. Və bu şey üçün deyil, Ukrayna üçün deyil. Biz bunu da anlamaq. Özləri üçün. Özləri üçün. Ona görə çox gözəl bilirlər ki, Putinin iştahı Ukrayna ilə bitməyəcəkdir. Deməli, sabahları burada hər şey gözləmək olar və əlbəttə ki, burada Avropa, mən əminəm ki, Amerika administrasiyası da görəndən sonra ki, bütün bu deməli layihələr uğursuzluq nəticələndi, Putin oyun oynayır və təəssüflər olsun ki, indiki administrasiya bilməm, görməməzliyə özlərini vurdular, yoxsa nədirsə, ancaq Putin lağa salır. Yəni, gördünüz, yəni, o biznesmenlərlə görüşən görüşdə buna deyəndə ki, bilirik ki, Peskov demiş ki, saat 6-da Trump'la telefon danışığımız olmalıdır. Ona qulaq asmıyoruz. Yəni, devam edirik söhbətimizi, yəni, gözləyər. Faktik olub demək istəyirdi ki, Trump'da da gözləyər, lazım olar gözləyər. Bunu özü bütün zal başlayır qaqqıldamağa. Deməli, bunlar faktiki olaraq Trump'ı belə öz gözündə alçaldır və bunu bütün dünya görür. Bütün dünya görür ki, Putin deyir ki, Peskov'un deməyinə qulaq asmıyoruz. Yəni, biz görüşü davam etdik. Yəni, Trump zəng eləyər. Yəni, bu demək istəyir, Trump'ın zəngi mənə önəmli deyil. Bax, sizlərlə biznes təbəqəsi ilə mənim görüşüm, burada zarafatlaşma mənim üçün daha önəmli. Rusiyada sülh əslən maraqlı deyil. Ona görə ki, Rusiyada bu günləri müharibə dayansa, daxili problemlər ortalığa qalxacaqdır. Həmən bu 100 minlərlə insanların deməli məsələsi qalxacaq, ailələr sorğular edəcəkdir. Hərbi zavodlar deməli dayanmalıdır, ya bilmirəm, istehsalı azaltmalıdır. Burada işsizlik yaranır. Yəni həm Putin üçün müharibəni davam etdirmək, onun hakimiyyətdə qalmaq üçün çox önəmli bir faktordur. Amma Zelenski üçün bu prinsipdir. Yəni Ukrayna xalqı bunu qəbul edə bilər. Azərbaycan xalqı 30 ildir Qarabağın işğalına razı qalmadı. Və Ukrayna xalqı da buna heç vaxt razı qala bilməz. Ona görə bu, indi Witkoff'da bilirsiniz, real olaraq da həm onun müsahibəsindən görünür ki, bu adam diplomat deyil, bu adam siyasətçi deyil. Bu adam bina tikib bina satan olub da. Bu adam deməli prorab olub da, böyük, biri var kiçik bir prorab. Bu da tutaq ki, böyük bir tikintilər edib binaları satıbdır, bilməm, otelləri satıbdır. Bunun ayrı işi gücü olmuyor. Bunu təyin ediblər Trump'ın yaxın adamı kimi, yaxın şərq üzrə deməli bir nümayəndə kimi, indi də tutaq ki, Ukrayna ilə bağlı. Ancaq bu adam, bu daha diplomatik, daha fərqli hansısa fikirlər söyləyə bilərdi. Amma ki, mən əminəm ki, Amerikanın daxilində də bu müsahibə birmənalı qəbul edilməyəcək. Təşəkkür edirəm sizə. Bizimlə Brüsseldən sabiq səfir və diplomat Arif bəy Şahmarlı idi. Minnətdarım sizə, Arif bəy. Dostlar, bu qədər. Mən izləyicimizin bir yazısını oxudum ki, Bakıda 22-23, başa düşürəm ki, Bakıda nəzər tutursunuz, eləmi? 22-23-də efirə çıxmaq imkanınız yoxdur mu? Əslində, bəli, mən gec çıxmağın yaratdığı narahatlığı təsəvvür edirəm. Sadəcə olaraq imkanım olanda təəssüf ki, yayım aça bilirəm. Amma sizin fikirlərinizi eşitmək istərdim. Yəni, siz neçədə bu yayımın olmasını istərdiniz? Lütfən şəhərində, yerində adını yazın. Yəni, Azərbaycanda mı 22 nəzər tutursunuz, Avropada mı 22? Mümkün qədər nəzər almağa çalışacağım.
Hələlik bugünə bu qədər. Salamat qalın. Sabaha dək Allah'a əmanət.